Salam əziz izləyicilər, Respublika qəzetinin 8-ci gün rubrikası efirdədir. Gəlin həftənin ən yadda qalan hadisələrinə bir yerdə nəzər salaq. 8 iyun tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olunur. 9 iyunda Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibət zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsinin mübahisəli ərazi kimi təqdim edən açıqlamasına münasibət bildirir. 10 iyun tarixində Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikasının yeni seçilmiş prezidenti Karol Nawrockiyə məktubunu yollayıb. Ölkə başçısı həmçinin Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib. Sokar ilə Almaniyanın Securing Energy for Europe dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanıb. 11 iyun tarixində isə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycana qayıdış mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai xarakterli brifinq keçirib. Eyni gündə Şeyxülislam Allahşükür Paşazadə erməni kilsəsinin kövrətsüz şəraitini pozan qızışdırıcı cəhdlərinə dəstək verilməməsi barədə çağırış edib. 12 iyunda Prezident İlham Əliyev Bakıda Nobel Food Industry MMC-nin müxtəlif növ və çeşiddə qəyyamlı məhsulların istehsalı zavodunun açılışında iştirak edib. Dövlət başçısı Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Eyni gündə Prezident İlham Əliyev 2025-ci ildə həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin də artırılmasına dair fərman imzalayıb. Levon Natsakanyan məhkəmədə Azərbaycan vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığını etiraf edib. 13 iyun tarixində isə Bakıda Türk Dilli Dövlətlər Birliyi Onkoloqlarının 1-ci konqresi işə başlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayıb. 14 iyunda bəzi xarici dövlətlər İranda olan vətəndaşların təxliyəsi məqsədi ilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərməsi ilə bağlı ölkəmizə müraciət ediblər. Həftə ərzində çatdıracağımız əsas məlumatlar bunlar idi. Növbəti buraxılışımızda görüşmək ümidi ilə hələlik.